Cruise.az-ın dəyərli dostları, müştəriləri, Royal Caribbean Amerikan gəmi şirkətinin axırıncı möhtəşəm, əfsanə gəmisi, Legend of the Seas gəmisi, 185 nömrəli otaq 14-cü mərtəbə gəminin burun hissəsində yer alır. Deməli, otağın xüsusiyyəti Central Parka baxan və balkonlu otaq. Infinity deyil, normal balkonlu otaq. Həmən otağa girər-girməz sağ tərəfdə sanitar qoşaq qarşılayır bizi. Belə digərlərində olduğu kimi təmiz, kompakt. Deməli, kondisionerin, işıq, boya aynası digərlərində olduğu kimi bilirsiniz. 4 nəfərlikdir, ikisi burada açılır, 2 nəfər burada yatır. Ayna, digərlərində olduğu kimi minibar və saç qurutma. Burada deməli, buranı sağ tərəfdə bildiyiniz kimi asılqanlar və çəkməcələr, aşağıda səbətlər. Belə bir otaq və bu otağın mənzərəsi baxır Central Parka. Central Parka digərlərində olduğu kimi yenə uşaqlar üçün kilit və böyüklərin də buradan rahat bir şəkildə açıb çıxa bilməyi üçün. Gəmi hərəkətdədir, biraz küləklidir. Amma deməli, Central Parka baxan otağımız tam balkonlu. Digər videolarda aşağıdan yuxarıya göstərmişdim sizə. Burada da mənzərəni tam görə bilməyiniz üçün bu hissə Central Parkdır. Ta ki bura qədər bu başlanğıcda olan bir otağımızdan biridir. Belə bir gözəl bir mənzərəsi var. Bəzi müştərilərimiz buna həyətə baxan deyir. Beləcə həm həyətə, həm də qarşıda qalanlara baxa bilirsiniz. Deməli, Central Park mənzərəli olan tam balkonlardan biri bu. Daha aşağıda yer alanlar isə görürsünüz. Bunlar Infinity balkonlardır. Hal-hazırda göstərdiyim otaq isə tam balkonlu bir otaq. Baxın, belə aşağıda kafelər, restoranlar, alış-veriş mərkəzləri, tam bir Central Park havasını verməyə çalışıblar və əlbəttə ki, canlı bitki örtüsü var minlərlə. Çünki bunu nəzərə almağınızda faydalı olar. Deməli, həmən içəriyə geri daxil olduğumuzda çöldəki səsi eşidirdiniz. Amma indi artıq içəri tamamən səssiz və bu şəkildə ümumi sizə görüntünü təqdim edirəm. Bir də hər zamanki kimi bilirsiniz, sizin istəyinizə görə bir də tam girişdən necə görsənər, onu göstərmək üçün bu həmən girişdir. 1, 2, 3-cü addımdan etibarən artıq otağı rahat bir şəkildə görə bilirsiniz. Bax belə.